Orijinalını pambıq yağı ilə bişirirlər, amma biz elə bişirməyəcəyik. Bunun üçün günə baxan yağını əlavə edirik qazana. Üstünə 4-5 tikə qəşəng quyruq yağı. Bu yağını buraxandan sonra quyruğu oradan götürürük. Sonra ət əlavə edirik. Qəşəng sümüksüz əti. Ət bir 5-6 dəqiqə qızarır, götürürük. Sonra soğan əlavə edirik. Dalınca markov əlavə edirik. Dalınca biraz bişəndən sonra əti. Bunlar birlikdə bişirlər. Biraz bişəndən sonra suyu əlavə edirik. Dalınca bol-bol ədviyyatı vururuq. Ədviyyatları yazacağım. Sonra suda ısladılmış düyünü əlavə edirik. İçinə 3-4 diş sarımsaq. Dişdə belə baş. Xırdalar olsa 2 dənə, böyüklər olsa 1 dənə bəs eləyər. Belə qəşəng bişir. Bunun harca 1 saat yarım 2 saat vaxtınız gedir. Çox ləzzətli olur. Yanında kələm xiyar tutmasına Allah ləzzətli olur. Özdə bütün gün oruç tutub axşama kimi ac qalıbsınızsa buna yaxşısı yox. Çox ləzzətli alınır. Özüm bişirmişəm deyə demirəm, amma həqiqi çox ləzzətlidir. Siz sadəcə səslərə qulaq asın. Gələn səslərə görə üzr istəyirəm, amma həqiqi çox ləzzətli alınmışdı. Quyruq yağı xüsusi bir dad vermişdi buna. Bişirməyə çox qəşəngdir. Seyv edin, lazım olar.